Birinci suala, ikinci turun birinci sualına baxırıq. CH4, CO2, NH3. Yəqin ki, bu asan sualdır. Burada çətinliyimiz olmaz. CH4-də 5 atom var. 5 dairə olan B variantıdır. 1-ə B, CO2-də 3 atom var. 2-yə C, ammonyakda 3 atom var. 3-ə A. B, C, A. B variantı. Keçirik ikinci suala. Metal və qeyri-metallar. Metal dəmir və kufrum, yəni mis A variantı. Qeyri-metal karbon və azotdur. 2-də A variantı. Metal və qeyri-metalı əzbər bilməliyik. Məsələn, B variantında qeyri-metal, hər ikisi qeyri-metalda verilir, hər ikisi metaldır. D variantında məsələn, metalda kalsium metaldır, amma silisium qeyri-metaldır. Ümumiyyətlə, belə yadda saxlayın. Job-6 qeyri-metaldır. BC qeyri-metaldır. Flor, xlor, brom, yod, oksigen, hidrogen, bunlar hamısı qeyri-metaldır. Üçüncü suala baxaq. Verilmiş nüvə ətrafında elektron paylanmasına görə tapaq. Burada deməli, elektron göydür, dairələrin ətrafında o dairələrdə verilir. Bir də elektron paylanması mən demişəm ki, mərkəzdə nüvə yerləşir. Nüvənin ətrafında, nüvənin içində proton, neytron yerləşir. Ətrafda isə elektron. Nüvənin daxilindən birinci təbəqədə yadda saxlayın ki, həmişə 2 elektron verilir. Artıq xarici təbəqələr, ikinci təbəqədə maksimum limit 8-dir. Yəni 8-ə qədər ikinci təbəqəyə gedə bilər, 8 oldusa üçüncü təbəqəyə keçid verir. İndi burada birinci təbəqədə burada 1 elektron var, A getdi. Burada birinci təbəqədə C variantında 3 elektron var, burada getdi. Ya B'dir, ya C. İndi baxıram. B variantında elektron sayı 5-dir. Elektron da biz bilirik ki, protona bərabərdir. Proton nə rəngdədir? Bənövşəyi burada 4-dir. Deməli, 4 elektron olan D variantıdır. Ona görə 3-cü sualda D variantı. 4-cü sualda kristallaşdırma üsulu şəkər üstəgələk su, 1-ə B. Buxarlandırma üsulu duz üstəgələk su, süzmə üsulu qum üstəgələk su, yeni dərsimizdir. 1-ə B, 2-yə C, 3-ə A. B, C, A, B variantı. Kimyəvi hadisə isə, yəni ki, qarışıqlardan ayrılma fiziki hadisədir, yadda saxlayın. Həm homogen, həm heterogen qarışıqdan ayrılma fizikidir. Amma kimyəvi hadisə isə yeni nəsə alırsansa, bu kimyəvidir. Hava qarışıqdır, getdi fiziki. Qumdan su ilə qarışığı yenə heterogen qarışıqdır, fizikidir. Buzun əriməsi, buz əriyir uşaqlar. Yəni belə deyək də, baxın, yerində başqa yeni bir heç nə yaranmır. Buzun da tərkibi sudur. Əriyəndən sonra keçdiyi mayenin də tərkibi sudur. Yəni ki, tərkib dəyişilmirsə, bu fiziki hadisədir. Ümumiyyətlə, ərimə, qaynama, buxarlanma, kondensasiya, sublimasiya, bunların hamısı fiziki hadisədir. C variantında isə deyir, sudan oksigenin alınması. Görürsünüz, su başqa maddədir, oksigen başqa. Bir maddədən başqa maddə alınırsa, bu kimyəvi hadisədir. Burada C variantı olacaq.